Deməli, belə bir maraqlı sualı həllini sizinlə bölüşmək istəyirəm. Məsələnin şərti bu şəkildədir. Deyir, üstdən görünüşü şəkil 1-dəki kimi olan maili döngənin şaquli en kəsiyi şəkil 2-dəki kimidir. Döngənin radiusu 40 metr və yolla təkər arasında sürtünmə əmsalı 0,5 olarsa, M kütləli maşının sürüşmədən yolun davam edə bilməsi üçün maksimum sürəti neçə metr bölü saniyə olmalıdır? Şəkildə maşının hərəkət trayektoriyası göstərilmişdir. İndi gəlin mail müstəvini biz burada qeyd edək. Belə bir mail müstəvidir. Fərz edək bu cisimdir. Bu cisimə qüvvələr təsir edir. Aşağı mg ağırlıq qüvvəsi. Bucağımız da olsun alfa. Cisimi mail müstəviyə sıxan qüvvə. Buna deyirik mg kosinus alfa. Bu dayağın reaksiya qüvvəsi olsun. N dayağın reaksiya qüvvəsi. Bunu biz bilirik ki, cisimi mail müstəvi üzərində aşağı salmağa çalışan qüvvədir. Yəni mg'nin proyeksiyasıdır da bu. Mg sinus alfa. Bir də cisim həmin mail müstəvi üzərində və dairəvi yolda hərəkət etdiyi üçün ona mərkəzdən qaçma qüvvəsi təsir edir. Buna mərkəzə qaçma qüvvəsi də deyilir, amma sadəcə biz burada mərkəzdən qaçma kimi baxmalıyıq buna. İşarə ilə mərkəzdən qaçma. İndi bu qüvvələrin oxlar üzrə proyeksiyasını müəyyən etməliyik. Fərz edək bu Y oxudur. Buna da deyərik X oxu. Mərkəzdən qaçma qüvvəsinin Y oxu üzrə proyeksiyası nəyə bərabərdir? Baxın, bucağımız bu alfa olsa, onda bu hissə olar 90 çıxılsın alfa. Ona görə də bu mərkəzdən qaçma qüvvəsinin Y oxu üzrə proyeksiyası Y-in əksini olacaq və nəyə bərabər olacaq? Mərkəzdən qaçma qüvvəsi vurulsun sinus alfaya bərabər olacaq. Çünki bucaq 90 çıx alfa olduğu üçün o trigonometrik çevirmədən istifadə edirik. Bəs mərkəzdən qaçma qüvvəsinin Y oxu üzrə proyeksiyası nəyə bərabər olar? O da sinusdur. O da bucaq yenə 90 çıx alfa olduğu üçün bu olacaq kosinus alfa. Yəni bu hissədə X oxu istiqamətində yönələn qüvvəsi olacaq mərkəzdən qaçma vurulsun kosinus alfa. İndi gəlin bunları bir də mərkəzdən qaçma qüvvəsi bunu X oxu üzrə proyeksiyası bunu yuxarı sıxışdırırsa, deməli sürtünmə qüvvəmiz də aşağıya doğru neyər? Yönələr. Deməli bu da olar sürtünmə qüvvəsi. İndi gəlin baxalım, hərəkət tənliyini yazağım. Yazıram mg sinus alfa üzərinə gəlsin f sürtünmə bərabərdir mərkəzdən qaçma qüvvəsinin X oxu üzrə proyeksiyasını. Gəlin qiymətlərini yazaq. Mg sinus alfa üzərinə gəl. Sürtünmə qüvvəsini yazıram. Mü vurulsun n. Bəs n nəyə bərabərdir? Bax, buradan qeyd edirəm. N bərabərdir mg kosinus alfa üzərinə gəlinsin mərkəzdən qaçma qüvvəsinin Y oxu üzrə proyeksiyası. Və yaxud da bunu daha açıq şəkildə yazsaq, mg kosinus alfa üzərinə gəl. Mv kvadrat böl r vur sinus alfa. Burada yazıram yerinə. Deməli, mg kosinus alfa üzərinə gəlinsin mv kvadrat böl r vurulsun sinus alfa. Bu da bərabərdir mv kvadrat böl r vur kosinus alfa. Hər tərəfdən kütləni çıxardıb ixtisar aparsaq, alırıq j vurulsun sinus alfa üzərinə gəl. Mü vurulsun j kosinus alfa üstə gəl v kvadrat böl r sinus alfa. Bu da bərabərdir v kvadrat böl r kosinus alfa. Qiymətlərini yazsaq 10'dur. Sinusun qiyməti 0,6'dır. Buranda eləyir 6. Üzərinə gəl. 2'də 1.
J'miz 10'dur. Kosinus 0,8 verir. 10'a vuranda eləyir 8. Üzərinə gəl. V kvadrat bölünsün 40 vurulsun 0,6. Bu da bərabərdir. Kosinusun da qiyməti yenə V kvadrat bölü 40 vurulsun 0,8. Yaxşı. İndi bunu da yazıram 6. Üzərinə gəlinsin. 2'də 1. 8 üstə gəlinsin. 6V kvadrat bölünsün 400. Bərabərdir. 8V kvadrat bölünsün 400. 6 üstə gəlinsin 4 üstə gəl. 3V'nin kvadratı bölünsün 400. Bu da bərabərdir. 8V'nin kvadratı bölünsün 400'e. Alırıq 5V kvadrat bölünsün 400. Bərabərdir 10'a. Bunlar ixtisar gedir. Qalır 2. V kvadrat bölünsün 400 bərabərdir 2. Buradan alırıq V kvadrat bərabərdir 800'e. V də bərabərdir 800'ü yazarıq. Kök altında 800. Bunu da yazıram. 400 vurulsun 2. Yəni 20 kökdə 2. Cavabımız oldu 20 kökdə 2. V bərabərdir 20 kökdə 2. Sağ olun.